Bizim hər birimizin doğum xəritəsində çox gözəl bir potensial var. Yəni Allah Taala heç kimi belə deyək, yoxsul yaratmır, bədbəxt yaratmır, əlbəttə istedadsız yaratmır. İstedadsız da yaratmır. Birincisi hər birimizin missiyamız var. Biz bu dünyaya elə-belə gəlməmişik, hansısa bir missiya reallaşdırmalıyıq. Hər birimizin istedadlı, bacarığı, qabiliyyəti var. Hər birinin ruzusu var, hər birimizin. Hər birimizin normal şəxsi həyatı var. Sadəcə ola bilsin ki, bəli, kiminsə biraz daha ağır karma yükü var, kimsə öz həyatını yaşamır və ola bilsin ki, hansısa bir belə deyək də cəmiyyətin təsiri altında başqa həyat yaşamaq məcburiyyətində olur. Belə şeylər var və doğum xəritəsinin analizi insana göstərir ki, birincisi, sən kimsən? Və hansı yolu getməlisən, nələri etməlisən? Sən nə etməlisən, necə davranmalısan ki, sənin həyatına bol ruzu gəlsin? Sən necə davranmalısan ki, şəxsi həyatda səadət tapasan. Sən necə davranmalısan ki, öz həyat missiyanı reallaşdırıb özünü, öz ruhunu sakitləşdirə biləsən. Bunlar hamısı doğum xəritəsində görünür və insan astroloqa müraciət edərkən sadəcə sən hansı xasiyyətli insansan anlayışını əldə etməməlidir. O həm də müəyyən tövsiyələr əldə etməlidir ki, tutalım hansısa bir problemi var. O problemi necə çözə bilər? Astrologiya çünki hər bir problemi çözə bilir.